Salam dəyərli izləyicilərimiz. Hər zamanki kimi yenə sizinləyik. Canlı tariximiz yenə efirdədir. Bugün bizim dəyərli qonağımız Sənubər Saralı'nın silsiləsindən yenə tarix davam edir. Canlı tariximizi dinləyək. Sənubər xanımı hər kəs tanıyır. Sənubər Məmməd qızı Abdullayeva həm Azərbaycanın, həm də Yerevanın idman üzrə, atıcılıq üzrə demək qəhrəmanıdır və bizim canlı tariximizdir. Sənubər xanım haqqında çox şey demək olar, amma mən istəyərdim ki, canlı tariximizi elə özümüz izləyək, özü danışsın. Beləliklə, buyurun Sənubər xanım, efirdəsiz. Salam mənim hörmətli tamaşaçılarım, salam Sevinç xanım, salamlar olsun Sibiriyadan bizim Azərbaycan Xalq Parlamentinin deputatlarına və dünyada məni dinləyən hər kəsə mənim salamlarım qoy çatsın. Allahın köməkliyi ilə bugün biz sizlə çox vacib məsələləri dinləyəcəyik və onu da mən deyim ki, bu hadisələr gizlin qalıbdı indiyə qədər. Çox alimlər, dünyada çox insanlar bu barədə bilmirlər. Deyirlər, söz insanın dünyasının içinin aynəsidir və keçmişi öyrənmək, bugünkü baş verənləri anlamaq, dərk etmək mümkünsüzdür. Ona görə də biz tarixdə elə gizli faktlar var ki, bunları xalq bilmir. Siyasət elə şeydir ki, görünən və görünməyən anları var və bu sirləri qalmış faktları bizim xalqımız da bilmir. Mən çox istəyərdim ki, mənim xalqım bu faktları eşitsin, bilsin və Sevinç xanım, sizin köməkliyinizlə bu faktları biz dünya insanlarına çatdıraq. Demək, elə hadisələr olubdu gün 1942-ci ildə işğal olunmuş Almaniyanın Yahudi alimi Oger Demago öz xatirələrində yazır. Həmən illərdə Almaniyada 3 milyon Yahudi yaşayırdı. Və necə ola bilərdi 6 milyon Yahudi öldürülsün? Bu mümkün deyil axır. Və qaz kameralarında qala bilərdilər. 3 milyonu çatdırdılar 6 milyona. Ona görə də bugün də Yahudilər Almaniyada kompensasiya, repatriasiya alırlar. Və həmən metodla da daşnaqlar o metodla istifadə eləyərək, yəni ki, uydurma soyqırımı Türkiyədə qaldırdılar o məsələni nə vaxt? 1964-cü ildə Brejnev öz qızıyla, Galina ilə Ermənistana gedəndə orada qızını içirdirlər və deyirlər ki, atana denən ki, bizə icazə versin Ermənistan ərazisində biz soyqırım heykəlləri qoyaq. Və o icazəni Brejnevdən alandan sonra 1965-ci ildən Hayastan deyilən, Qərbi Azərbaycan, Ermənistan deyildi, ərazilərdə, bütün şəhərlərdə, kəndlərdə, yollarda bunlar heykəllər qurdular. O heykəl, yəni ki, soyqırım olubdu Türkiyədə, ancaq Ermənistanda qurdular. Və bu məsələləri həmən o Yahudi Oger Demago deyir. Axırı 50 il keçib. Faşistlər daha yoxdur.
Yəni ki 42-ci ildən 50 ildə çıxardaq, 45-dən deyə çıxardaq 50 il. 95-ci illərdə faktiki olaraq bu Yahudi yazır ki, bu uydurmadır, uydurma soyqırımdır. Həmən metoda da ermənilər uydurma soyqırımı təşkil eləyirlər ki, Türkiyədən kompensasiya alsınlar, mümkün olarsa demək kompensasiya ilə bir, repatriasiya ilə bir də torpaq iddiası qaldırsınlar. Qars, Ərdəhan, Erzurum, İqdir bu əraziləri əldə eləsinlər. Ancaq dünyada çox alimlər var ki, bu uydurma soyqırımını təsdiq eləyirlər ki, bu uydurma soyqırımda elə bir şey olmayıb və bunu həmən dövrdə Türkiyədə neçə min erməni yaşayırdı ki, onu indi qaldırıb çatdırıblar milyon yarım 2 milyona. Onda bütün Türkiyə ərazisində qəbirstanlıqlar olmalıydı. Hər bir metrdən bir erməni qəbri olmalıydı. Axır bunu da təsdiq eləmək üçün bircə dünya üzrə Haqa məhkəməsi bunu təsdiq eləyə bilərdi ki, bəli, Türkiyədə soyqırım olub haylara qarşı. Ancaq mənim araşdırdığım və çox alimlərin araşdırdığı sənədlərdə göstərilir ki, əksinə ermənilər türklərə qarşı soyqırım törədiblər və həmən sənədlər indi də Türkiyənin arxivlərində qalır. O arxivləri rus dilindədir. Ona görə də çox az insan var Azərbaycandan gedib o arxivləri. Labilə Türkiyə alimlərindən çox azı var ki, bu sənədləri oxuyur, əksinə və sübut eləyir ki, bəli, Türkiyədə ermənilər tərəfindən türklərə qarşı soyqırım olubdur. Bunu da Bliss Wayne, keçmiş prezident Carter'in keçmiş köməkçisi Bliss Wayne yazır. Biz dünyanın bütün arxivlərində işlədik. Hətta Türkiyənin arxivlərində, Vatikanda, Ermənistanda və burada onun ən vacib sözü onda olur ki, deyir, Türklər ermənlərdən yox, ermənlər Türklərdən üzr istəməlidir. Uydurma soyqırıma görə. Ancaq bu Yahudilərin prezidenti Netanyahu'nun axmaq hərəkəti yenidən bizim xeyrimizə işlədi. Yəni ki, biz yenidən çalışırıq ki, sübut eləyək ki, o uydurma soyqırım olubdu və elə bir sənət dünyada yoxdur. Heç bir məhkəmə bu işi görməyibdir. Onlardan demək, alimlər sübut eləyir ki, bəli, soyqırım olmayıb. Eric Feigl, Justin Geralin Makarne, Amerika alimi, Aurelia Grigoriou, Moldavya alimi, Arye Good, Şuhrat Barlaş, Quram Marguliya, Gürcü və mənim dostum, Weiss Benard, Fransadan, Oleg Kuznetsov, Rusiya alimi, Felix Tertsvadze, Bakılı, bizim soydaşımız Amerikaya köçəndə orada Amerika prezidentinə Carter'a yazıbdı ki, siz düz demirsiniz, düz eləmirsiniz ki, Azərbaycanlıların haqqını öldürürsünüz. Və orada Felix Tertsvadze'nin məktubundan bir hissə var. Sonra Polkovnik Xudaryonok, Rus, Oleg Krapivin, Aleksandr Ivanoviç Sitin. Sitin bilirsiniz nə deyir? Deyir ki, Türkiyədə Türk əskərlərin paltarıyla və Rus əskərin paltarıyla ermənləri öldürürdü. Və onların qızıllarını, varını, dövlətini oğurlayaraq qaçdılar. Türkiyədən getdilər xaricdə diaspora yaratdılar.
Yəni ki, Türkiyədə Türk əskərinin paltarıyla qiyamçıları Türk dövləti sərhəd zonadan köçürür Siriyaya. Siriya yolunda ola bilər qocalar, xəstələr ölüblər və 234 nəfərin ölüm faktını və 234 nəfərin qiyamçının tutulmasını bunlar soyqırım sayılır. Bu düz deyil axı. Bəli, Soyqırım Cənabər xanım. Üzr istəyirəm. Demək, bunlar hər zamanki kimi xarakterlərinə uyğun bu yalançı ittihamlarla türkləri, ümumiyyətlə türk dövlətlərini günahlandırıblar. Ümumiyyətlə, Cənabər xanım, 1915-ci il hadisələri ilə bağlı soyqırım iddiasının tarixi və siyasi əsası nədir? Yəni, nə istəyirlər? Bu yalanı illərlə yaşatmaqda nə istəyirlər? Onların əsas məqsədi türksüz o əraziləri əldə eləmək. Bir. Hələ 2924-cü illərdə eramızdan əvvəl mif yaranıbdır ki, yəni ki, Hayk Nuhun da nəvələrindən, nə bilim kimindən olan torpaq istəyib türklərdən. Türkiyənin şahı deyibdi ki, ay Hayk, düş oradan, gəl biraz həm isin, həm cəmaatın, xalqın isinsin. Sən mənim torpaqlarımda harda istəyirsən yaşa, ancaq fərağat yaşa, milləti incitmə. Hayk o dəqiqə deyibdi ki, yox, ya mənə indi torpaq verəcəksən, ya mənim qohumlarımı, əqrəbələrimi yığıb səndən vuruşacağım. Aydındır ki, Teo'nun böyük bir nəhəng ordusu Haykın yanında başaya bilməzdi və o dövrdən indiyə qədər bu hayların məqsədi Türkiyədən torpaq iddiaları var. Və bunu da biz dəqiq bilməliyik ki, onlar Ermanlar deyil, haylardır. Və haylar da hardan gəlibdi? Bu ayrı bir geniş məsələdir. Haylar Hindistanın qaraçılarından, orada qastalar var. Aydındır ki, qastaların içində ən aşağı qastada Şudri, Vitisi, Dravidi, Niprikasaymeyi və bunlar şəhərə girə bilmirdilər Hindistanda. Deyək, indi Kalkutada elə bir kilsə var ki, o Kalkutada erməni dilində, yəni ki, qədim erməni dilində Qrabarda kilsədə dərs keçirlər və Qarabağdan gedən keşiş Serjik hansı ki Qarabağda erməni əskərlərinə xeyir-dua verirdi ki, türkləri, Azərbaycanları Qarabağda öldürsünlər. İndi qaçıb gedibdi Kalkudada yaşayır və orada O zaman Cənabər xanım, belə sual da yaranır ki, Daşnak təşkilatının 20-ci əsrin əvvəllərində Cənubi Qafqazdakı fəaliyyəti hansı məqsədlərə xidmət edib? Məsələ ondadır ki, onların keşişləri Mıxitaryansı deyirdi. Mıxitaryanlar özlərinə uydurma bir tarix yaratdılar, yəni ki, qədim millətdir və uydurma bir soyqırımı da meydana qoydular İtaliyada, Venesiyada və bu uydurma soyqırımı çox ermənilər, necə deyim sizə, özlərinə qırmızı xət kimi bu uydurma soyqırımı əllərinə alıblar və bunların həm qanında, həm genində, həm də tərbiyəsində, həm dərsliklərdə bu uydurma soyqırımı keçirdilər. Bunu da keşişlər eləyir və keşişlərin də əsas o məqsədləri odur ki, Eçməcinə hələ 1964-cü ildən, görün neçə il qabaq, onlar artıq İran sərhəddən Eçməcinə həm silah gətirirdilər, həm özləri terrorçular köçürdülər, gəlirdilər Yerevana və Eçməcində yer təpirdilar ki, gələcəkdə Qərbi Azərbaycanda olan türkləri
qırsınlar və o torpaqlara yə olsunlar. Bu da necə olubdu ki, onlar seçiblər Qərbi Azərbaycanı. Ona görə ki, Qərbi Azərbaycan 9 iqlim. Qərbi Azərbaycan yer kürəsinin insan resursları verən bir məkan. Qərbi Azərbaycanın torpağının altı da üstü də qızıl və Qərbi Azərbaycanda tolerant 26 etnoslar yaşayan Qərbi Azərbaycanı bunlar niyə seçiblər? Dövlətin varına, qızılına, mülkünə, malına onlar Qərbi Azərbaycanı seçiblər. Bunu da keçmişdə Petrosyan, keçmiş prezidentler Petrosyan deyirdi ki, 600 illik arzumuza çatdıq. Yəni ki, həm Qarabağı işğal elədik, həm Qərbi Azərbaycanı türklərdən təmizlədik və həm də biz dənizdən dənizə böyük Ermənistan yaradacaq. Bax, bunların ardıcıllıqla gələn planlı şəkildə, sistemli şəkildə türklərə və əsas da Qərbi Azərbaycanı işğal etmək üçün bunların planlarıdır. Axır bunların qanında, genində Yahudilik var. O Yahudinin də dinində aydındır ki, Yahudi bunu da istifadə edir bir alət kimi. Bunlar Ermanlar deyil, bunlar haylardır və Hindistandan gəlmiş qaraçılar. Hətta indi də Yerevanda elə bir məhəllə var ki, ora deyilər Poşitaq, yəni ki, Poşa məhəlləsi. Hələ orada indi də Yerevanda yaşayırdılar 800 Hindistandan gəlmiş haylar. Və çox bir maraqlı şeyi də deyim. Bu Ruben Vardanyan bilirsiniz tutuldu da Azərbaycandadır. Ruben Vardanyan, David İşxanyan, Aray Qarucunyan, Bako Sahakyan bunların tərcümə işlərini mən eləmişəm ki, Ermənistana göndəriblər və orada mən çox şeylər eşitdim, bildim, yadımda qaldı. Ruben Vardanyan deyir ki, bizim Ermənistanda qadınlar ayrı millətlərin kişilərindən uşaq doğmalıdır. Ona görə ki, Ermənistanda kişilər qalmayıb və orada da deyir ki, kilisə buna qarşı çıxmamalıdır və biz Yunanlardan, Gürcülərdən, mən nə bilim daha kimlərdən və Hindu kişilərindən bizim qadınlar, uşaqlar doğmalıdır. Yəni ki, biz Hindularla daha yaxın qohumluğumuz var. Yəni ki, bu Ruben Vardanyanın dediyi də faktdır. İnternetdə var, erməni dilində çıxış eləyir və mən də onu yazmışam. Bəli, biz sizi canlı tariximiz adlandırmaqda heç də yanılmırıq. Bu həqiqətdə belədir. Sənibər xanım, mən bildiyim qədərilə çox sənədlər var ki, onlar məhz sizin sayənizdə əldə olunub. Yəni siz olmasaydınız, həqiqətən də bəlkə də itbat olub gedəcəkdilər. Beləcə, daşnaqların silahlı dəstələrinin Azərbaycan əhalisinə qarşı törətdiyi cinayətlər barədə hansı arxiv sənədlər mövcuddur, Sənibər xanım? Ən əsas arxiv sənədləri Azərbaycanda 31 Mart soyqırımından bağlı sənədlər Elmlər Akademiyasının arxivində, kitabxanaların arxivində durur. Stipan Şaumyanın, o daşnaqların başında duran Stipan Şaumyan ki, qaçdı, İngilislər onu özlərindən apardılar. Harasa İngilis tərədən də qaçdı, getdi Hindistana və 1970-ci illərdə o gəldi Azərbaycana. Azərbaycanda öz heykəlinin açılışında iştirak eləyəndə demişdi ki, mən bu türkləri qırıram, bu türklər mənə heykəl qoyur. Sonra gedib Hindistanda öləndə Azərbaycan banklarından oğurlanmış o pulları Hindistanda vəsiyyətnamə yazır ki, mən öləndən sonra bu pullar, qızıllar, 80.000 qızıl onu içmiyacına versinlər.
Bunu da nə vaxt bilinir? 1974-cü ilmi, 75-ci ildə Indira Gandhi Moskvaya gəlib Moskvadan Yerevanla Hindistana köçəndə Indira Gandhi deyir ki, dünyanın ən varlı ermənisi öz pullarını, qızıllarını qoyub içməcinə vəsiyyət kimi, vəsiyyətnamədə. Deyir, biz Hindistan o pulları indi versə Hindistanın ekonomikası çökər. Ona görə də Indira Gandhi demək erməni keşişlərlə və dövlət başında duranlarla 25 illik kontrakt bağlayır və Hindistan ermənilərə içməyəcəyinə ildə nə qədər, 25 ildə nə qədər pul ödəyir. Mən istəyirəm deyəm ki, bunu erməni gəncləri də bilmir ki, Qərbi Azərbaycanın aborigen yerli xalqı biz olmuşuq. Azərbaycanlılar olub. Azərbaycan türkləri olubdu. Bunu da aydındır ki, erməni alimləri gizlədir. Ancaq bizim məqsədimiz bugün həm bizim xalqımızı maarifləndirmək, həm erməni gənclərini, erməni haqqı deyən insanları və dünyada alimlər bilməlidir ki, bunlar Yahudilərin ehtiyatlı olan Yahudilərdir. Haylar ehtiyatlı olan Yahudilərdir. Ona görə ki, bu aydın məsələdir. Amerikanın ştatından Türkiyədəki səfiri olan Ali komissarı Mark Lambert Brixton 14 avqust 1922-ci ildə ermənilər haqqında belə demişdi. Zabitlərimdən belə General Drazdavad Qananyan o gün erməni dövlətini bolşeviklara təhvil verdi. Sonra getdi Germaniya. Drazdavad Qananyan türklərin müdafiəsiz qalmış kəndlərini, köylərini bombardman edirdilər və sonra işğal olunurdu. O sakinlər ki, qaçmağa məcal tapa bilmirdilər, amansızcasına qətlə yetirilirdi. Demək, kəndlər isə talan edilirdi. Ələ keçirilmiş heyvanlar müsadirə olunurdu. Belə proses müsəlman əhaliyə qarşı müntəzəm sistemli şəkildə həyata keçirilirdi. Dronun Drazdavad Qananyanın ancaq Qərbi Azərbaycanda olan Nəcdi bunlar Hitlerin faşist komandasında var idilər. Belə faktlar çoxdur. İndi də Türkiyənin arxivində saxlanan onlardan biri də Rus generalı Tverdoxlebovun əl yazmalarıdır Türkiyənin arxivində. Niyə Türkiyə deyir ki, mən arxivlərimi açmışam. Gəlin, dünya alimləri, tarixçilər və Türkiyənin arxivlərində işləyin. Həmən arxivlərdən bir hissəsi ki, Yerevanın Matenadaran Matın idarəsi, məzmun idarəsi. Onlar deyirlər Matenadaranda. Mən o Matenadaranda olanda çox maraqlıydı ki, Türkiyədən də var idilər turistlər və turistlərdən biri dedi ki, mən bilmirəm, mən Türkiyədəyəm, yoxsa Ermənistandayam. Mən də yaxınlaşıb ondan danışdım. Türk dilində konuşarak o bana dedi ki, sen ne güzel insansan, bunları nereden bilirsen? Ben dedim bilirəm. Ve oradan bir kitap götürdüm. O kitap 1300-cü illərin kitabıydı. Yəni ki, Şuşadan aparılmış, 1836-cı ildən Şuşadan aparılmış içməcindən də Matenadarana, Matın idarəsində var idi. Dedim, verin, oxuyum, yazım, qeydlər eləyim. Sonra elə oldu ki, bizim avtobus getməlidir, mən getirmədim o kitabı, qaytaram kitabxanaya, avtobusa oturdum və o kitabı mən öz oğurlanmış tarix soyqırım kitabımda vermişəm şəklini də,
qeyddə eləmişəm. Və istəyirəm deyəm ki, Qərbi Azərbaycan belə faktlar demən Türkiyənin arxivində var və Tverdaxlibovun əlyazmaları da var. Qərbi Azərbaycandan olan soyqırımların haqqında komissiya üzvləri olan Dulugin, Xasmamedov, Navatski rəyləri var. İndi də Azərbaycanın arxivində bu arxivlərin faktları var. 20-ci ilə yaxın 1987-92-ci illərdə mən o kitabı 20 il ərzində yazdım. Uğurlanmış tarix, soyqırım. Təəssüf ki, çox az və bəşi bəlalı bir kitab oldu. Onu heç lazım da demək. 200 nəfər ölüm faktını mənim balam getdi, Ermənistandan gətirdi və mən 744 nəfər Azərbaycanlıların soyqırımı Ermənistanda yazdım. O dövrdə Ermənistanın KGB-nin Milli Təhlükəsizlik Naziri Yüzbaşyan demişdi ki, bir Azərbaycanlı da olsun sərhəddi Azərbaycana keçməməlidir. Hamısını öldürməlisiniz. Onlar keçsə Azərbaycana, Azərbaycan xalqı oyanar və erməni əhalisi Azərbaycanda yaşayan 400 minə yaxın erməni əhalisini bədbaxtçılıq gözləyir və onları qovarlar. Ancaq sağ olsunlar bəzi, mən indi istəyərdim deyə, Zəngilanın birinci katibi Tofiq Mehdiyev və Qazaxda Murad Aşurov, Bəkir Eyübov, onlar əllərindən gələn hər şeyi elədilər ki, qaçqınlar həm Qarabağa göndərdi. Murad Aşurov 7000 Azərbaycanlını göndərdi Qarabağa. Ancaq orada artıq Vezirov, Mutalibov demişdilər, bizdən ermənilər incəyərlər. Olmaz, Azərbaycanlılar Ermənistandan gələn qaçqınları qoymadılar Qarabağda yerləşsin və 4 il çadırların altında yaşayan Qərbi Azərbaycanlıları doldurdular Xocalıya. Demək, 4 il müharibə gedir. Qərbi Azərbaycandan insanları qətliam edərək, soyqırıma məruz qoyaraq Azərbaycana gəlirlər. Onları da Xocalıya yerləşdirirlər. Düzdür, orada Türk mesxetilər də var idi. Ayrı millətlərdən nümayəndələr var idi. Ancaq əsas Qərbi Azərbaycanlı insanlar idi, qocalar, kişilər, uşaqlar ki, onları yerləşdirmişdilər Xocalıda. Var köhnə Xocalı və təzə Xocalı. O təzə Xocalıda artıq xaricdən gəlmiş 40-a yaxın terrorçu təşkilatların nümayəndələri APO'du, orada Mento Melkonyandı, terrorçuları hazırlamışdılar ki, Xocalıda olanların hamısını qırsınlar. Və niyə? Qərbi Azərbaycanlıları ki, biz ora qayıtmağa haqqımız olmaz. Haqqımız, biz dünya ictimaiyyətindən, məhkəmə yollarından tələb eləməyək. Bunu da Stefan Baume, Haqa məhkəməsinin advokatı deyir ki, ermənilərin törətdiyi Qərbi Azərbaycanlılara qarşı soyqırımı məhkəməyə vermək lazımdır. Bunu Stefan Baume deyibdir. Biz eləmişikmi? Xocalı soyqırımını dünyada tanıtdıra bilmişikmi? Və gələcək nəsillərə biz nə qoymalıyıq? Nə yolda bizim gələcək nəsillər öz tarixlərini bilməlidirmi? Bax, buna görə mən Sevinç xanım sizə təşəkkür bildirirəm ki, mən sizə təşəkkür bildirirəm Sanöbər xanım. Qeyd edeyim, tamaşaçılarımız bilsin ki, bizim həqiqətən də canlı tariximiz olan Sanöbər xanım, Qəhrəman xanımın övladı da Qəhrəman oğlu olub, Azərbaycan oğlu və hörmətli tamaşaçıları,
Yerevanda öldürülən Azərbaycanlılar haqqında məlumatları almaq üçün Sənubər xanım özünü də, övladını da hətta belə deyək, vətən yolunda qurban verən qəhrəman xanımımızdır. Yəni bunu mütləq qeyd etməliydim. Və Sənubər xanım, bunlar nəinki ermənilər, yahudilər illərlə bu yəni yaydıqları, yaşatdıqları bu cəfəngiyatı, yalanı mən qeyd edeyim. Yəqin ki, siz də bilirsiniz ki, Almaniyada yəni Almanların 6 milyon nə qədər yahudini qazlamağını heç bir zaman qəbul etməyən bir Alman xanımı, Ursula Haverberg adlı bir xanımı tutuqladılar. O neçə illər Almaniyada türmədə xəstələndi və sonunda 90 yaşında vəfat etdi ki, həmin o xanım Alman haqqını həmişə savunurdu. Bir Alman olaraq yahudilərin bu cəfəngiyatını hər zaman yəni ifşa etməyə çalışırdı. Və o yüzden də həmin xanım illərdə Almaniyada türmədə yatırdı. Bu yalanı qəbul etmədiyi üçün. Qeyd edeyim adını yenə, Ursula Haverberg. Bəli, Sənubər xanım, sizin sayənizdə həqiqətən biz o barədə şanslı bir xalqıq ki, bunu dərk eləyənlər çox anlarlar ki, yəni həqiqətən də tarix insanın köküdür, mənliyidir. Ən önəmli şey bəlkə də tarixdir ki, onu silməyə imkan verməyən demək, qadınlarımız, kişilərimiz bizim həqiqi qəhrəmanlarımızdır. Bugün də o həqiqi qəhrəmanımız Sənubər xanım oldu və bu davam edəcək. Sənubər xanımın çox danışdıqları vacib mövzuları biz silsilə şəklində ardıcıl paylaşacağıq dəyərli izləyicilərimiz. O yüzden izləyin və Sənubər xanım, bu barədə verilişimizin yekun nöqtələrindəyik, amma yenə də bilirəm ki, sizdə o qədər önəmli fikirləriniz var ki, onları bir son anda almaq istəyirəm bir daha. Buyurun. Mən əsas istərdim mənim Azərbaycan xalqım, Azərbaycanın türkləri oyansın və öz haqq səslərini dünya çatdıra bilsin. Düzdür, bu çətin bir məsələdir. Bu yolun yolçuları olan insanlar bugün çox, necə deyim sizə, bacarmırlar öz haqlarını tələb eləyərlər dünyada. Öz haqlarını, insan haqlarını tələb eləmək üçün biraz da savad lazımdır. Bizim alimlərə üzümü tuturam və deyirəm, çox şeylər var ki, bizim alimlər qorxurlar. Bircə bir-iki nəfər var ki, onlar öz haqq səslərini, Azərbaycan xalqın, türklərin haqqını müdafiə edirlər. Mən də bircə Qərb Azərbaycan, Qarabağ, Naxçıvan, Dərbənd, Borçalı, bunları yox, bütün Azərbaycan, böyük bir Azərbaycanın haqqını tələb eləməyə sizi çağırırım. Biz bugün varıq, sabah yoxuq. Biz getməsək də bizim nəvələrimiz, bizim nəticələrimiz o torpaqlara getməlidir. Deyir, gəl verək əl-ələ, çiyin-çinə, başqa şey düşünmə, sən qardaş canı, sən mənə arxa ol, məndəki sənə cənnətə döndərək. Azərbaycanı, İrəvanımızı, Dərbəndimizi, Naxçıvanımızı, Borçalımızı və bütün Türk dünyanın mərkəzi olan Azərbaycanımızı, Təbrizimizi, bunları unutmayaq. Orada da bizim babalarımızın ruhu boylanır və bizi gözləyir. Sizə uğurlar arzulayır. Teşekkür edirəm Sənubər xanım. Yenə qeyd edirəm, mövzular davam eləyəcək. Çünki Sənubər xanım bizim canlı tariximizdir. İnanın əzizlərim, itbat olan, gizlədilən, məhv olunan tariximizin çox hissəsi Sənubər xanımdadır. Biz bu barədə çox şanslıyıq. Şanslı xalqıq ki, bizim belə qəhrəman xanımlarımız var. Beləliklə bizi izləməkdə qalın. Növbəti görüşlərə qədər Sənubər Saralı silsiləsindən davam edəcəyik. Sağ olun əziz tamaşaçılar.